Qəşəng mənim sizi sevirəm. Çox sağ olun. Elə bu söz efirə də girsin. Hesab eləyirsinizmi ki, Elza Seyidcahanın şeirləri üzərində nəsillər böyüməlidir. Onları öyrənə-öyrənə, əzbərləyə-əzbərləyə. Yox. Qardaşım, mənim uşaq var, ədəbiyyat yoxdur. Uşaq. Sizə qurban yox. Yox, nə? Hüseynbala müəllim o videoda çıxanda heç vaxt peşman olmamışam. Qəşəng mənim, siz niyə mənə şikayət edirsiniz? Mən efirə cəmaata şikayət Mən sizə şikayət eləməliyəm. Biz az maaşa qani olan adamlar. İnsanlar nə vaxt bədbəxt olur, qani olmurlar. Saçların da deyil, kəpəyə tökülmüşdü çiyinlərinə. Ay Allah, dedim bu kişi niyə belədir, bu oğlan niyə belədir. İstədim gedəm, o kəpəyi təmizləyəm. Girim gəliyim də. Özünü tərbiyəli kimi göstərir. Sonra bizim himayəmizdən çıxandan sonra gedib hadisə törədir. Və biz görürük ki, uşağımızı tanımamışıq. Günahkar kimdir? Siz. Niyə? Onu elə dolandırmayın. Yox. Peşə tapsın özünü, onu dolandıran peşə tapsın. Qəşəng müəllim, sizin gənclikdə təxəllüsünüz böyük çöl olub, düzdürmü? Bəli. Hansı müddətə qədər onu istifadə eləmisiniz və nə vaxt onu kəramətə eləyə bildim ki, eləyə bilmədi. 78-ci ildə Ulduz jurnalında mənim şeirlərim gedəcəkdi. Ulduz jurnalının şeir şöbəsinin müdiri də Vaqif Bayatlı Odər idi. Mənim əziz dostum. Böyük çöl yazdım, onu qoymadılar gedə, elə ürəyimdə də qaldı. Niyə? Bilmirəm, bu böyük çöl o zaman türk böyük türk çölləri, Altay, Sibir, Maqadan, Orta Asiya, böyük türk deməkdir də, bunlar onu qoymadılar. Sonra 86-cı ildə ailə qurdum, 87-ci ildə Kəramət dünyaya gəldi. Mən bilmirdim ki, o şeir yazacaq. Əvvəl şeir yazdı, Çatlamış Fincan, sonra da nəsrə keçdi və ona Kəramət, böyük çöl təxəllüsümü ona halal elədim. Bəs Vaqif müəllim özü də türkçü, yəni? Bu Vaqif müəllimlik deyildi ki. Onda baxırdılar, yuxarıda Mərkəzi Komitədən baxırdılar. Ulduz jurnalı, Azərbaycan Ulduz jurnalında 70 min çıxırdı. Azərbaycan jurnalı 80 min çıxırdı. İndi də çıxırmı o jurnallar? Azərbaycan jurnalı çıxır. Və sonra mən poeziya şöbəsinin müdiriyəm. Ulduz da çıxır? Ulduz da çıxır, hə. Oxuyan var? Həmin tirajdan çıxır. Alan varmı o jurnalı? Oxuyan varmı? Alan var da, amma qabaq kimi deyil. Ehtiyac var onlara? Mən deyər ki, var. Çünki orada nə qədər adam işləyir, nə qədər adam orada maaş alır. Müəlliflərə qonorar veririk, pul veririk. Bilirsiniz, insanlara nə qədər ehtiyac var. Adi bir yol puluna da belə. Bizim Azərbaycan jurnalında qabaq bir romanı çıxan bir Qaz 24 alırdı, onun qonararı ilə. Amma indi elə deyil də. Bu da həm də büdcənin puludur, dövlətin puludur. Sadəcə ora kimisə maaş alsın deyə. Özü qonorar şirindir. Amma oxunmur. Qonorar şirindir axı, bilirsənmi? Qonorar maaşdan şirindir. Özü bərəkətlidir. Hə də, əlavədir. Mən kitablarıma qonorar almışam. Sovet vaxtı çıxıb mənim kitablarım. Şeirlərimə də qonorar almışam. Qonorarla yaşamışam. Qəşəng müəllim, heç kimin oxumadığı bir mətbu orqanında, elə Ulduz olsun və yaxud da ki, başqa jurnallar olsun, onların qalmağı hələ də bu Sovetdən qalma sisteminə getməyə nə qədər vacibdir, önəmlidir, lazımdır? Nə pisdir ki? Nə yaxşıdır, oxunmursa? Axı oxunur, oxuyanlar var, çap olunanlar çalır. Çap olunanlar özləri alır da. Arxivə ki gedir. Yəni Axundov kitabxanasından yığılır. Arxivdə qalır. 21-ci əsrin əvvəlində belə bir jurnal var. Azərbaycan jurnalının bilirsiniz neçə yaşı var? 103. Yaxşı, onda niyə oxunmamağının səbəbi nədir? Axı indi mən demədim ki, tam oxunmur. Yəni deyirəm ki, o müəlliflər oxuyur da, özləri oxuyur. Müəlliflər də oxuyur, müəlliflərin valideynləri oxuyur, müəlliflərin rəfiqələri oxuyur, müəllifin dostları oxuyur, o zəng gelir ona deyir, sosial şəbəkədə paylaşılır, o şeirlər də paylaşılır. Onunla orada əsərləri çap olunan yazıçı birinin üzü qəbul olur, sonra prezident mükafatı alır. Dəstək deyil və nədir? Bəs nədir? Axı bunun çap olmamağının nə xeyri var? Olmağı daha xeyirdir. Amma hamı da çap oluna bilmir də orada deyəsən. Yox, niyə? Yaxşı əsərlər. Bir nəfər çıxsın desin ki, mən yaxşı şeir aparmışdım, çap olunmadı. Biz həmişə yaxşı şeirləri, yaxşı əsərləri gözləyirik. Öz böyük həvəslə. Qəşəng müəllim, yaxşı şeir biraz belə abstrakt məfhumdur da. Biri var ki, deyirsən ki, məsəl üçün də,
Bu oturacaq çox yaxşıdır, keyfiyyətlidir, sınmır, saxlayır, gözəldir, estetik görünüşü var. Amma yaxşı şeir məsəl üçün Qəşəm Nəcəfzadəyə görə yaxşı ola bilər, mənə görə pis ola bilər. Təbii ki. Kolə ümumiyyətlə deyər ki, o şeir təbii ki, deyil. sənət. Amma necə bunu müəyyənləşdiririk? Demək ki, Bolşeviklər deyirlər, sənət xalq üçündür. Menşeviklər deyirdi, xüsusən Trotski deyirdi ki, sənət sənət üçündür. Trotski düz deyirdi. Sadəcə Leninin hakimiyyəti oldu. Onun dediklərini sındırdı, beynini öldürdü. Və indi bilirik ki, oradan sənət üçündür. Heç kəs şeir oxumağa məcbur eləmək olmaz. İndi o Ulduz jurnalında çap olunanlar sənətdir. Sənət olmaya da bilər. Amma indi, məsələn, Markes bilirsiniz nə deyir? Markes deyir ki, hər bir yazıçının təqdim etdiyi həyata ədəbiyyat deyilir. Məsələn, Ülvira xanım bir hekayə yazıb, o bir həyatı təqdim edir. O ədəbiyyatdır, mənim üçün ədəbiyyatdır. Amma kim üçünsə ədəbiyyat olmaya bilər. Kimisə üçün makulatur ola bilər hətta. Və yaxud deyək 21-ci əsrin əvvəllərində və gələcək nəsillər düşünsək 21-ci əsrin əvvəllərində ədəbi prosesi necə olur? Onu hardan öyrənəcəklər? Deyək ki, sosial şəbəkələri qəflətən yığışdırdılar. TikTok olmadı, Facebook olmadı, Instagram olmadı. Kitablar çap olunsun da. Jurnalın çap olunmağı kitaba əngəl törədir. Hə, yəni. O vacibdir də. Yaxşı. Siz elə əzəldən neçə ildir artıq, hətta müsahibələrinizdə demisiniz ki, AYB-dən aldığınız maaşla ailə saxlamısınız. Düzdürmü? Bəli, mən maaş bilirsən nə tərdiyəm? Kəramət bir dəfə də bir yazı yazdı, maaşı az olan kişilər. Əslində Kəramət onu mənə yazır. Biz üçümüz bir dəfə gedirdik, mən su gölməsəsinin tən ortasından keçdim. Deyir, anamla mən başa sala bilmədik ki, ata, bu suyun ortasından keçmək olmazdı. Bu mənim öz cizgimdir də, cığırımdır da. İndi o vaxt Kəramətlə keçmişəmsə, nəvə mən bu suyun ortasından keçəcəm və o yazını mənə yazır. Və hətta mən səmimi deyirəm də həmişə, maaşımı deməyə utanmışam. Mən maaşım həmişə, müəllim işləyəndə də 300 manat, 350 manat. Bəs necə də olmuşsunuz? 3 uşağı necə böyütmüsünüz? Amma bərəkətli olub da. Yoldaşınız da işləməyib məncə, hə? Yoldaşım müəllimdir, bizim işildənik, o rayonda işləyirdi. Bakıya gələndə işləmədi, daha doğrusu iş tapa bilmədi. 3 uşağı necə böyütdünüz bu maaşını? Bir dəfə 90-cı illərdir. Qızımın 5 yaşı var idi. Ondan da balaca oğlumun, Kəramət onlardan böyük idi. Ondan balaca oğlumun 3 yaşı var idi. Gördüm ki, balaca oğlumun əlindən çörək alıb deyir ki, çörək bahalanı vazgeç. Onda çörəyin qiymətini qaldırmışdılar. Və Kəramətin bir şeiri də var idi ki, bacım gəlin köçüb, anam azalda bilmir qazanda bir tikəni. Demək, o tikələri sahib qoymuş da qazanda. Sosial partlayışdır. Yəni Azərbaycanda bütün qadınlar o tikələri sayır. Sayır və demək, Kəramət onu necə tapıb? İndi ana bir qızı üçün də o tikəni qoyur da. Bu ədəbiyyat bunu ifadə edir də. Bax bu ifadə, bunu bu cür ifadə eləməkdən, yəni o dövrü yadda saxlamaq bu şeir qədər elə bir şey var ki, o şeir qədər yadda saxlasın. Amma çox elə mətbəxtə qalır elə olanda, yox. Ədəbiyyat, şeiriyyat çox mətbəxtə qalır. Qala bilməz. Amma bunu çox adam xatırlayırıq. Amma 90-cı illərdə çörəyin bağlanması hamının yadından çıxıb. Amma mənim həyat yoldaşımın qazanında o yaddaş qalır. Kəramətin o şeirində qalır. Sizin məktubunuzda da o qalıb. Məktubunuza qayıdacaq Kəramətə yazdığınız məktuba. Çünki çox duyğusal bir şeydir. Mən onu gecə oxudum. Mənə çox təsir elədi o. AYB-də hələlik qalaq. Birinci yazıcı deyilsiniz. Sizin oğlunuzdan da, Kəramətdən də müsahibə almışam. Mən hələ də eyni sualı yazıçılara, şairlərə verirəm. Azərbaycan Yazıçılar Birliyi nə iş görür və nə üçün fəaliyyət göstərir? Bax, bir deyim də, indi o, məsələn, bir nəfər xanım məndən soruşdu ki, onda şəhər metrosu deyildi, Bakı Sovet metrosu idi ki, Qəşəm, mən sizi tanıyıram, Yazıçılar Birliyi hardadır? Dedim ki, Sahil metrosundan çıxırsan, belə yerin göstərdim də. Sonra axşam gördüm, yazıb ki, Yazıçılar Birliyi dağılmalıdır. Mən də ona yazdım ki, niyə? Deyir ki, gedib tapdınız oranı, deyir, yox.
Deyirəm, mən nəyə əsasən bu sözü deyir? Özü gedib hələ Yazıçılar Birliyinə də getməyib, tədbirlərdə iştirak eləməyib. Oradakı müsahibələri, diskussiyaları, ədəbi orqanları tanımır. Məsələn, çox Azərbaycan jurnalı Azərbaycan qəzeti deyir. Heç olmasa bir cəmaatın özündə də bir savad olmalı. Mən şəxsən həmişə belə olmuşam. Azərbaycanın bütün nazirlərin adını bilirəm. Azərbaycanın deyək ki, məsul şəxslərinin və kimlər olub, 50-ci illərdə kimlər olub, mən bir adi bir insan kimi mən özümdə yəqinləşdirirəm. Sən əgər bir gün şeir yazırsansa, Yazıçılar Birliyinin yerini bilmirsənsə, o ədəbi orqanların adını bilmirsənsə, Azərbaycan jurnalına Azərbaycan qəzeti deyirsənsə, sən nə haqla, hansı hüquqla bu cür çıxış eləməlisən? Bax, orada Nahçıvan klubu var. Çox qədimdir. Səmətoğlu orada çıxış eləyir. Səmətoğlu çıxış elədiyi turbina durur. Bu xatirədir, bu ensiklopediyadır. Onda muzeyə çevrilib Azərbaycan Yazıçılar Birliyi. Yox, muzey həm də təkcə muzey, həm də yaşayan muzeylər. Davam edən, yaşayan, davam edən muzey daha önəmli olur. Hər hansı bir orqan yenilik üçün olmur ki, yeni nələrsə istehsal olunsun. Orada yeni cərəyanlar, yeni imzalar, yeni isimlər. Hamısı var. Və bunlar mən tanıdığım yazıçıların əksəriyyəti, şairlərin əksəriyyəti, onlar Azərbaycan Yazıçılar Birliyinin üzvü deyil. Onlar özləri kitablarını çap elətdirir. Götürək elə uzağa getməyək də sizin oğlunuz Kərəmət Böyükçülü. O özü öz promotionla məşğuldur, özü kitabını çap elətdirir, özü satır, özü bildiyim biznesdir. İndi bir şey var da, hamı belə ola bilmir ki, Kərəmət fonemindir. Yəni öz oğlum olduğuna görə demirəm. Fonemindir, Kərəmət demək ki, hamı getdi Yazıçılar Birliyinə özü qəbul oldu. Növbə gözlədi, sonra da prezident təqaüd üçün növbə gözlədi, sonra iş üçün növbə gözlədi. Amma birdən-birə Kərəmət qırmızı çantasını qoydu taxtı çiyninə. Ora 3-4 dənə kitabını qoydu. Getdi üzü harda? Elmlər Akademiyasının binasının yanında bir daşın üstə qoydu. O balaca çanta ilə bir kitabxana yaratdı. Sonra bir kitabxana icraya götürdü. Sonra yeriyən kitab avtobusu və s. Kərəmət bütün Azərbaycan gəncliyini göstərdi ki, belə də etmək olar. Amma eyni zamanda Yazıçılar Birliyi də var idi. Kərəmətin istedadını görüb onun kitablarını çap eləyə bilərdi. Düzdürmü? Yox, Yazıçılar kitab çap eləmir. Neyir? Yazıçılar Birliyinin ədəbi orqanlara çıxır və Kərəmət heç ədəbi orqanların heç birində də çap olmur. Niyə çap eləmədi Yazıçılar Birliyi? Özü vermədi. Kərəmət özü təqdim eləmədi. Buna məsələn, özü təqdim eləməsin. Məsəl üçün Yazıçılar Birliyi müraciət eləyə bilərmi ki? İstəyiblər. Kərəmət özü verməyib. Mən deyək ki, mən həqiqəti deyirəm. Yazıçılar Birliyi də mənim üçün böyük ayrı bir xəttdir. Kərəmət də fonemindir. Yəni öz oğlum üçün olduğu üçün demirəm. Amma hamı Kərəmət kimi ola bilirmi? Mümkün deyil. Mən Kərəmət kimi olmayanlar üçün Yazıçılar Birliyi dəstək olmalıdır da. Dəstək olur. Kərəmət kimi təfərrüli deyil. 20 nəfər gəncə Yazıçılar Birliyi bir il müddətinə hər il təqaüd verir. 50 nəfər də şairə təqaüd verir. Nə qədər məbləğ? Gənclərə verir 200 manat, yaşlı nəslə verir 300 manat. Yazıçılar Birliyi dövlətlə bizim xalq arasında bir elə bilən ki, vasitədir də. Yazıçılar arasında. Təkcə dövlətin, məsələn, ta ki, hansısa bir şairin yubileyi keçirir. Anar müəllim müraciət edir. Hansısa bir şairin deyək ki, xəstədir, köməyə ehtiyacı var. Anar müəllim müraciət edir. Gedəcək yerimiz var, oturub söhbət edirik, müzakirələr var. İşte orada bilirsən nə qədər kitab müzakirələr olur. Mən harada eşitmişəm. Mən belə başa düşürəm ki, o kitabı müzakirə eləmək üçün Azərbaycan Yazıçılar Birliyinə ehtiyac yoxdur. Elə Kərəmət özü üçün o çayxanada qəşəng bir klub yaradıb. İndi o adamlar çayxanaya aparaq adamları. Onun çay pulu var. Özü bahadır orada, qabaq. İndi bahalarım çay, bilirsiniz. Biz çay içəndə 2 manat vermişdik. İndi 5 manatdır. Hələ sadə çay. Burada hazır klub var. Hazır otaqlar var. Yəni münbit şərait var. Bir nəfər, mən bir şeydə müraciət eləmişəm və demişəm və bütün şair və yazıçılar bir də Nahçıvan klubundaydı. Orada müraciət elədim. Dil eylənmişsiniz. Mən Azərbaycan jurnalının poeziya şöbəsinin müdiriyəm. Durun, biriniz 5 dənə şeir oxuyun. Bu şeir mənim xoşuma gəlsin. Bu klubdur da, onda da Yazıçılar klubudur da, elə.
Yazıçılar klubudur. Gəlin burada oturaq, söhbət eləyək. İndi o var, yaşı onun xalteri. Gəlin yaxşı bir yazıçıları ortaya çıxardaq, onu dünyaya çıxardaq. Bu ola ki, çıxardaq. Tərcüməçisini. İndi yazıçılar... Bəs yazıçı yoxdur, sonda Yazıçılar Birliyi niyə var? Yox, yazıçının, yəni yaxşı yazıçı çıxardırlar da. Məsələn, bizdə katiblər var. Ondan sonra xaricdə çap olmaq üçün müəyyən resurslar var. Kim çap olunur xaricdə? Hə, kim? Səlim Bağırlıoğlu, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Ramiz Rövşən, Kolumbiyada. Mənim Kolumbiyada kitabım. Bəs gənclərdən? Gənclər də var. Ulucay Akif, Sevinc Elsəvər. Sonra nə qədər gənclər var. Mən 70 nəfər gənc haqqında məqalə yazır. Ulu jurnalda dərc etdirmişəm. 100 nəfər dünyasını dəyişmiş və yaşayan yaşlı şairlər haqqında məqalə yazıb, Ulu jurnalda dərc etdirmişəm. Onların həm də mən sevə-sevə yazmışam. Çünki mənə bir dəfə dedilər ki, bu sənə lazımdırmı ki, bunları yazırsan? Dedim, onun 50% özümə. Və gələcək nəsillər o yazıları oxuyanda, Ulduzda və Azərbaycanda deyəcəklər ki, Qəşəm bu gənc şair haqqında nə demişsə demək düz deyil və gəldi həmin şey yerini aldı. Mən bir şairin nə qədər davam edəcəyini bilirəm, görürəm. Oğlunuzu görmüşdünüz? Əlbəttə. Qəşəm müəllim, siz Azərbaycan Yazıçılar Birliyində uşaq poeziyası şöbəsinin müdirirsiniz. Həm də. Uşaq poeziyası varmı? Bəli. Uşaq poeziyası, ümumiyyətlə uşaq şeiri yazmaq çox çətindir. Varmı? Var. Zahid Xəlil. Harda oxuya bilərik onları? Librafda. Satılır. Bəli. Azərbaycan Yazıçılar Birliyinin orada nəsə qatqısı olub? Necə yəni, nə tər qatqısı? Yəni, çap eləməkdə, maddi... Yazıçılar Birliyi çap eləmək imkanı. Nə cür dəstək ola bilib ona? Onun təqdimatını keçirir. Mesela elmlər, o sizin prizmanızdan baxanda Azərbaycanda heç bir Yazıçılar Birliyi də qeyri-hökumət təşkilatıdır. Heç bir qeyri-hökumət təşkilatı gərək olmayaq. Yox, mən sadəcə olaraq deyirəm ki, məhsuldur. Məhsulu pula çevirmək lazımdır. İnsanlara pul vermək yox, məhsulu pula çevirmək, insanlara qazandırmaq. Amma indi bax, Zahid Xəlil Yazıçılar Birliyinin üzvüdür, özü gözəl uşaq şairidir. Amma Yazıçılar Birliyinə hər demək olar ki, həftədə 2-3 dəfə gəlir o. Deyir, bilsə nəyə gəlir? Deyir, mən burada sanatorunu görmüşəm. Bu bir xatirə, xatirənin özü də şirindir. Sizin heç xatirələriniz yoxdur. Qəşəm mən... Yox, ən puldan da deyək ki, Yazıçılar Birliyi, axı, pul verən təşkilatın özü də heç yaxşı görsənmir. Pulu nəyə görə versin? Hər hansı, yox, mən demirəm pul versin. Mən deyirəm ki, məhsulu pula çevirməyə kömək eləsin. Hansı məhsulu? Vasitəçi olsun, agentləri olsun. Məsəl üçün deyirəm, Yazıçılar Birliyinin agentləri ola bilər ki, hə, bax, axtardı, tapdı 5-6 dənə yazıçını. Deyir ki, qardaş, sən yaxşı yazırsan. Gəl sənə bir nəşriyyat tapın və yaxud da ki, sponsor tapın. Nəşriyyatlar boldur. Yox, kömək eləyim sənə. Sponsor dəvət eləyim. Bu sponsorluğu sənə eləsin, kitabı çap elə. Yəni, bu vasitəçi olmalıdır Yazıçılar Birliyi. Yazıçılar Birliyi yaddaşı diri saxlamaq üçün bir qurumdur. Keçmişdə bizi saxlamaq üçün bir qurumdur. Yox, Yazıçılar Birliyinin mən tam müdafiə edirəm. Bu heç də bəzən yaxşı görünmür. Çünki siz tamamilə onun əleyhinəsiniz deyənə yaxşı görünmür. Amma bir şey də var da, mən o Yazıçılar Birliyi olmasa, bu qələm adamlar hara yığılır, hara gitsinlər, deyəcəksiniz çayxanaya. Bu çayxana da düzdür, çayxana da yaxşıdır və hətta Kamal Abdullah çıxış şeylər deyir ki, Vaqif bayaqlı çayxanadan çıxıb. Klubdur da, düzdürmü? Yazıçılar Birliyi klubu var, yox, böyük bir təşkilatdır, böyük tarixi keçmiş olan təşkilatdır. İndi mən, bax bu məsələ ilə bağlı Anar müəllimlə mən danışanda, müsahibəm var onunla, soruşdum ki, bəs nəyə görə sosial şəbəkələrə siz getmirsiniz də? Biz bilirik ki, yenə Kərəməti gətirirəm nümunə. Çünki o sosial şəbəkələr vasitəsilə populyarlaşdı. Sosial şəbəkələr vasitəsilə yazıcı kimi formalaşmağa başladı. Yəni kitabları vardı, amma onların promosyonu sosial şəbəkələrdə gedirdi. Anar müəllimdən soruşdum ki, Anar müəllim, nəyə görə sosial şəbəkələrə müraciət eləmirsiniz? Dedi ki, saat nə bilim 1-dən zaddan sonra ASTV-də veriliş var, oraya gedirəm mən. Deyirəm 1-dən sonra ya seriala baxırlar, ya da ki, insanlar yatırlar. Nəyə görə sosial şəbəkələrdə hər hansı bir deyək ki, aforizmləri, sitatları çap eləyirsiniz? Siz öz yazıçılarınızı orada promotion eləmirsiniz.
çox sosial şəbəkələr var. Nəyə görə Yazıçılar Birliyinin öz səhifəsi yoxdur və oradan yeni nəsil törüb çıxmır orada. Yazıçılar Birliyinin səhifəsi var. Yox kimi bir şeydir. Çünki heç kimin qabağına indiyə qədər çıxmıyor. Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyarlıda işlədir və orada çox böyük yenilikləri qeyd edir. Amma bir şey də deyim. Anar müəllim böyük yazıçıdır. Böyük hörmətim var. Bir də görürsən ki, dünən orta məktəb atistatı olmayan, 8-dən qayıdan bir uşaq götürür orada şərh yazır. Məsələn, Kəramət tanıyırsınız, mən də tanıyırsınız və ədəbiyyatda Kəramət müəyyən işləri görür. Sözümü demirəm. Görürəm, biri yazır ki, nə çətin günlərə qaldı, bu dədə-bala bunların əlində qalmışıq. Mən axtarışa verdim, gördüm ki, bu bizim kətdə, firmada qoyun otaran və mənim 2 verdiyim bir uşaqdır. Bu uşağın da hamısının altında hamı like eləyir. Sağ ol qardaş, çox sağ ol, gözəl dedi. Budur sosial şəbəkə. Siz onu deyirsiniz, sosial şəbəkənin bir çox tərəfi. Məsəl üçün həkimi paylaşırsan, deyir ki, bu həkim də bir savadı. Paylaşsa bir əks fikir olmalı. Savadı yoxdur bu həkim. 6 il belə oxuyub, 4 il belə oxuyub, ondan sonra hələ də oxuyur, canlar qurtarır. O indi ağzı qara adamlar yazacaqlar, o başqa bir məsələdir. Amma ki, sosial şəbəkələr nə üçündür? Nə isə göstərmək üçündür. Bundan istifadə eləmək, mən bayaq dediyim kimi, sponsorlar tapmaq, agentlər olsun, getsin, dirilsin. Mənə elə gəlir ki, nəyə görə mən Yazıçılar Birliyi haqqında bu cür... Mənə elə gəlir ki, donub qalıb xatirələrdə, siz dediniz, Səməd Vurğun burada çıxış edib, Allah rəhmət eləsin, böyük şairidir. Hə, bax, bu tribunada çıxış edib. Gələk bura... İbarət deyilə bir cizgini... Dəstur deyək, baş əyək. Məni doğma... Bəs gələcək? Doğma. Gələcək də, elə gələcək yaradır da Yazıçılar Birliyi. Yaratmır. Qəşəm müəllim, yaratmır, valla. Keçmişdə qalıb. Razılaşməyinə davam edək. Bir nəfər 10 il bundan qabaq gəldi, Yazıçılar Birliyi çox kəskin çıxış elədi. Çox belə kəskin, belə. Deyim, qardaş, sən adı işsən, dedi, deçliyin üstündə. Deyim, orada da belə çıxış edirsən. Deyir, yox. Deyim, niyə? Deyir, mən işdən çıxardarlar. Bu Yazıçılar Birliyi kimin ürəyində od var, kimin nəsə bir özün yaxşı hiss eləmək istəyir, çıxış eləmək. Gəlir orada çıxış eləyir. Bir əsər yazmayıb, yəni söhbət yaxşı əsərdə yazmayıb, eləməyib filan, gəlib. Bir dənə də olmayan və kökü olmayan, əsası olmayan bir qızıl qələm alıb. Gəlir orada, çıxış eləyir, barbar bağırır. Gəl görək, sən öz idarəndə, işlədiyin yerdə, işlədiyin təşkilatda, işlədiyin universitetdə, işlədiyin orta məktəbdə, sən belə danışa bilirsən, deyir. Daşı atdınız mənə, mən də onu götürürəm o daşı. Deyirəm ki, televiziyalarda bərbaddır, televiziyalarda da mən görmək istəmədiyim verilişləri görürəm. Görmək istəmədiyim mövzuları görürəm və bunu da boynuma alıram televiziya aparıcısı kimi. Hətta o daşı biraz da böyüdüb öz çiynimə qoyuram. Mən özüm də televiziyada lazımsız və indi bəyənmədim, heç o vaxtda bəyənmədim, amma müəllifi özüm olduğum verilişləri aparmışam. Bunu mən boynuma aldım. Okay? Davam eləyək. Etiraf en güzel şey. Yazıçılar Birliyinə... Qalib gəlməyin yolu etirafdır da. Hə, Yazıçılar Birliyinə mən nəyə görə bu cür deyirəm, nəyə görə bu cür danışıram? Çünki birlik var, maliyyəsi var, dövlət ayırır maliyyəni, düzdürmü? Bu varkən, artıq əlimizdə bu maliyyə varkən, gəlin bunu gələcəyə yönəldək də. O maliyyə ancaq demək, çox cüzi şeylərə, maliyyə çox azdır. Ürəxan, o sizdən şəkildə deyil. Yaxşı, olmaz. Çünki büdcə təşkilatı deyil. Dotasiyalan təşkilatı. İndi mən Yazıçılar Birliyinin tam o yerlərini bilmirəm də. Yəni də ki, maaşlar qalxır da. Amma Yazıçılar Birliyində qalmır. Çünki o bir dəfəli yardım edilir deyil. O büdcədən maliyyələşsə, maaşlar qalxanda bizimki də qalxır. Mən sizi inandırım ki, bir yeni nəfəs gəlsə ora, bir gənc adam gəlsə ora, iqtisadiyyatı bilən, bazarı bilən. Mən desəm ki, o gənc adamın adını çəkin, çəkə bilərsiniz. Yox, mən çəkə bilmərəm. Amma bunu Yazıçılar İttifaqı özü axtarmalıdır da. Agent olsun və mənim yazıçılarımı, demirəm dünyaya, Azərbaycana çıxartsın. Sponsor cəlb eləsin. O qədər insanlar var ki, otururlar deyirlər ki, mən məsəl üçün kitaba pul ayıra bilərəm. Onları tapıb, cəlb eləyib, kitaba... Necə olur Kəramət tək başına özü bunu eləyə bilir? Yazıçılar Birliyi bunu eləyə bilmir. Yazıçılar Birliyi eləyir. Eləyir. Çox adamlar eləyir. Kiminsə çap olmağına yardım eləyir. Çap olunmaq çox asan bir şeydir. Çap olunmaq qədər asan bir şey yoxdur. Gətir Azərbaycan jurnalında oxumur, qəşəm mənim, heç kim Azərbaycan jurnalında oxumur. Yeniyək, gerək adamlara... Kitab formasında, demirəm ki, böyük. Novelalar kitabını, biz gətir görüm hələ.
Qəşəm Nəcəfzadə belə İndi bir böyük şey- bir Qəşəm şey Nəcəfzadə deyil, balaca Nəcəf bir şey. Qəşəm Nəcəfzadədir. Gəl qardaş, baxın gör novellalar kitabı. Nə bilim axı 200 səhifəlik, nə axı 100 səhifəlik. Bir dənə gətir görək, bunu bir dənə ötürək görək, hələ bir satılır yoxsa yox. Xüsusən də indi artıq kitabın oxunmağı artır, kitabın satışı artır. Bu 10 il əvvəlki vəziyyət deyil Azərbaycanda. Gəl bunu eləyək görək. Satılsa, Eləyənlər sən ikinci var da, kitabı ver. Var, kitablar satılırdı. Mən kitablarım satılır. Özü Yazıçılar Birliyi işləyirəm. Yazıçılar Birliyinin burada rolu O yoxdur. satılmaq elədi ki, Yazıçılar Birliyinin burada rolu yoxdur, düzdürmü? yox, Yoxdur. bir şey deyim. Bilirsən, bu kitab satışı elədi ki, o günəş kimi parlanmır, görünmür də. Amma görsən ki, yavaş-yavaş, yəni hara kitab vermirsənsə, gedib görürsən ki, 5-in ora verirsən, 10 lira verirsən, rayonlara verirsən, bura verirsən, gedib görürsən satılıb tutarım. Mənim evdə bugün kiməsə hədiyyə eləməyə kitabım qalmayıb, hamısı satılır. Bu demək məndə belədirsə hələ deyək ki də, amma başqalarında da belədir. Biz o tam ümidsiz olmayaq. Amma ümumiyyətlə Nusrət Kəsəmənlinin bir şey deyirdi. Gəncə Dövlət Universitetinə mən tələbə olanda gəlmişdi. Bütün tələbələr o biri dərslərdən də qoydular, qaçdılar Nusrət Kəsəmənli ilə görüşə. İndi o görüş, o Sovet hökumətinin görüşü idi də. Televiziya ASTV var idi, Nusrət orada ilham verilişi aparırdı, tanınırdı və bir dənə Azərbaycan Gəncləri qəzeti var idi və sadə elə qəzetlər də çox deyildi. Aynı o dövrdür, o zaman deyil. İndi bazarlar var, iqtisadiyyat var. Hamı tərcüməçilər tərcümə edirlər, tərcüməçilər gedirlər ayrı-ayrı şirkətlərdə pasportunuzu tərcümə edirlər, zaksınızı tərcümə edirlər. İndi siz məndən razısınız ki, gənc nəfəs lazımdır orada. Amma Yazıçılar Birliyi lazımdırmı gənc nəfəs? Var da, gənc nəfəs də var da. Hərəkətə gətirən, elə belə durum gəlim orada 200 manatımı alım, 150 manatımı alım, nə bilim dövlətdən yeyim, yox. Hərəkətə gətirən gənclik lazımdırmı orada? Televiziya aparıcısı kimi Aha. və cəmiyyətdə tanınan bir insan kimi Yazıçılar Birliyini hərəkətə gətirə biləcək və yaxud Yazıçılar Birliyinin kənarda qalan bir 3 nəfər gəncin adını çək. Akşin Yenisey. Akşin Yenisey Yazıçılar Birliyinin üzvü idi. Bu gün də dəstəkləyir. Bilirsən, bu adamlar özlərini nətər göstərirlər? Şərif Ağayar. Şərif Ağayar 2-3 dəfə üzv olub çıxıb. Hə. Əks tərəfin də mövqeyini nəzər aldı. Bilirəm, hə. Yəni, anarmam da bir dəfə ki, tövbə qapısı həmişə açıqdır. Bilirsən, gənclərin özü də gərək gənc olsun da. Elə məsələn, belə də, nə danışmayı bıraqa? Gərək... Başqa bir suala keçim. Buyur. Çox danışdı Yazıçılar Birliyi. Amma onu sevirəm də, təşkilatı mən çox istəyirəm. Sonuncu sualdır Yazıçılar Birliyi ilə bağlı. Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv oldu. Siz bunu necə qarşıladınız və bu Azərbaycan Yazıçılar Birliyindən nə qazandınız? Elza xanım çox istedadlı bir adamdır. Onun şeirlər oxuyur və hətta o özü o şeirləri qəsdən oxuyur. Qəsdən oxuyur. Amma onun yaxşı şeirləri var. O yaxşı şeirlərinə görə eləmişik. Bax, görsən, mən baxıram ki, siz sosial şəbəkədə varsınız. Görürəm ki, bu adamı mən dostluğa qəbul eləmişəm. Bu adamın indi şəkili yoxdur. Amma bunun şəkili olanda mən qəbul eləmişəm də, indi bu şəklini çıxardıq. Və ya işin dəyişib, geri sağsaz işləyir. Mən bunu eləməzdim də qəbul. İndi Elza xanımı da biz yaxşı şeirlərinə görə eləmişik və yaxşı şeirlərə üzv eləyəndən sonra bu çıxıb bir şeirləri oxuyursa... Yox. Nə? Tikim sizin ağzınızı Yazıçılar Birliyindən əvvəlidir. Bu cür şeirlər, Elza Seyidcahanın bütün şeirləri bu səpkidədir. Davam da eləyir, ondan əvvəl də var idi. Siz dəqiq bilirsiniz ki, mən dəqiq bilirəm ki, o şeiri sonra yazdım, sosial şəbəkədə çıxdı. Mən onun şeirlərini 2016-cı ildə. Çox istedadlı bir adamdır. 2016-cı ildə o şeiridir. Mən onu efirdə oxumuşam o şeiri. 20 mi, 22 mi, nəsə bu illərdə, ya 23 mi bilmirəm, Elza Seyidcahan olur Yazıçılar Birliyinin üzvü. Elza xanımın Yazıçılar Birliyinə təqdim elədiyi kitabda o şeir yoxdur. İndi mən bəxt dediyim kimi də, mən şəkillə qəbul eləmişəm, indi şəklini çıxardıq. Bunu təqdim elədiyi kitabda, mən tutaq ki, gedib bir təşkilata üzv olurlar, mən kitabımı verirəm. İndi o təşkilat da məni oraya üzv qəbul edir. Sonra mən durub ayrı şeirlər yazıram, o təşkilat ona cavab verir. Sonra yox, daha əvvəl. Deyirəm ki... Hamısı, yəni o təqdim elədiyi şeiriyyat kitabı, yəni bu cür, tikim sizin ağzınızda. Yox, çox maraqlı sərbəst şeirlərdir, orijinal şeirlərdir.
Bu Sərbəstliyə inanıram. Hə, sərbəstdir. Amma o mənada deyil də. O şeirlər yoxdur orada. Yazsa Birliyi onun o şeirlərinə görə qəbul edib. İndi sonra başqa cür olacaq, indi ona yazsa Birliyi. Siz Yazıçılar Birliyinə qəbul eləyəndə bunu bir Azərbaycanın dəyəri kimi, dediyiniz kimi dəyərləri saxlamaq üçün qəbul edirsiniz. Elza Seyidcahan ədəbiyyatda bir dəyərdirmi? Yox, dəyər deyil. O dəyər hər adama demək olmaz. Biri var tanınmış adam, məşhur adam. Biri var dəyər adam. Dəyər adam o qədər tanınmır. Məşhur adamlar tanınır. Dəyər başqa bir şeydir də. Bəlkə də mən də deyək ki, dəyər deyiləm. Dəyər, bu çox böyük bir şeydir. Yaşa verin, şeir yazanların hamısı dəyərdir. Yox. Sadəcə o kitaba görə qəbul eləmisiniz? Kitabdakı şeirlərin sənətkarlıq xüsusiyyətlərinə görə. Elə şairlər var ki, Elzada yazır, mənasız, ölüblər, ayaqüstü ölüblər. Bu adam, Elza qat-qat onlardan diridir. Elza xanım özü gözəl bəstəkardır, gözəl insandır. Yaxşı, əla bəstəkardır, ona şübhə yoxdur. Hesab Öyle bir eləyirsinizmi ki, Elza Seyidcahanın şeirləri üzərində nəsillər böyüməlidir. Onları öyrənə-öyrənə, əzbərləyə-əzbərləyə. Yox, hesab eləmirəm. Niyə Yazıçılar Birliyinə qəbul edirik? O təqdim elədiyi kitaba görə orada sənətkarlıq. Bəs orada Bəxtiyar Vahabzadə, Səməd Vurğun və Elza Seyidcahan. Hərənin öz yeri var. Dünya böyükdür də. Aydındır. Dünya böyük. Sualımın cavabını aldım. Divar böyükdür. Orada nə qədər istəsə şəkil asmaq olar. Amma onun xalq, gələcək oxucular özü seçəcək. Zaman seçəcək Elvira xanım. Aydındır. Ən böyük hakim zamandır. Hüseyn Bala Mirəlimov üçün siz bir kitab yazmışdınız. Bəli. Amma o kitabın üstündə onun adı gedir. Yox. Hə? Yox. Mənim adım. Necə gedir? Qəşəm Nəcəfzadə. Onun haqqında kitab yazmışdınız. Ha, bunun haqqında. Gəlinlik paltarı kitabı var. Ki siz onun əslində gəlinlik istəyirdiniz olsun. Adı. Oxumusunuz yəqin ki. Mən dedim ki, gəlinlik olsun. Çünki gəlinlik sözü artıq paltar sözünü ifadə edir. Və Türkiyədə o kitab çap olunanda türklər gəlinlik elədi. Hə. O əsər mənim çox xoşuma gəlmişdi. Sonra dağlarda güllə səsi. Onun haqqında ayrı bir 10 dənə məqalə yazmışdım 525-ci qəzetə və maraqlı da məqalələr idi. Hüseyn Bala Mirəlləmovun fövqündə müasir ədəb prosesi təhlil eləmişdim. Bilsəmi, ədəbiyyat nədən ibarətdir? Assosiasiyalardan, yəni paralelliklərdən. Hüseyn Bala Mirəlləmov, Cəmiyyət, Qarabağ. Və bunların arasındakı qalan o yol məsafə var. Burada cəryan edən o fikir burulğanını yazmışdım. Adamlar bilsəm, o iki verdiyim o şagirdlər kimi. Hüseyn Bala Mirəlləmov haqqında kitab yazır. Bilmir ki, bu adam bilmir ki, o iki verdiyim şagird bilmir ki, burada məsələ nədən gedir. Mən heç bir Dovşan şeirini əzbərədə bilməmişim. İndi gəlin mənim yazım haqqında fikir edirəm. Qonorar almışdınız ona görə? Yox, almamışım. İnan ki, almamışım. Sadəcə o kitabı özü çap elədi. Amma o... Bəs əziyyəti niyə çəkirdiniz? Qonorar almışım. Mən məqalə yazmışam, bu məqalələrimə qonorar almışam. O məqalələri də təzə bir kitab yazmadım. Üst-üstə qoydum, kitab çap elədim. Kitabın da pulunu özü vermişdi. Səmimi deyiləm də. Və sonra Hüseyn Bala müəllimin həmin o məşhur videosu çıxanda peşman oldunuz o kitaba görə? Heç vaxt olmam. Yazdıqlarıma görə heç vaxt. Mən 10-cu sinifdən bu günə qədər bütün yazdıqlarımın hamısını saxlayıram. Heç nə itirməmişim həyatda. Ümumiyyətlə o video münasibətiniz necə oldu? Bir dənə itirmişəm. Ötküsəm, onu çıxartdırmışam. Çünki daş var idi. Həyatda heç kəsi itirməmişəm və heç bir yazımı da itirməmişəm. Və Hüseyn Bala müəllim o videoda çıxanda heç vaxt peşman olmamışam. Sizə görə cəmiyyətə pis təsir eləmir, yəni cəmiyyəti yanlış yönəldirmir. Çünki Hüseyn Bala Mirəlimov da balaca bir ad deyildi axı. O cür davranış. Bu onun özünün şəxsi işidir. Mən ona nə deyə bilərəm? Hər bir adamın ondan da betər işləri var. Yəni bəzi adamların da hər bir adam deyə bilmərəm. Bəzi adamlar ondan da betər işləri var. Bəli. Amma indi oldu da bu həyatdır, baş verir. Ona qədər insanlara kömək eləyən az adam var. Toy olub. Baxıb ki, burada nə qədər yazıcı var, hamının yerinə pul yazdır. Ay, bax, bu məsələ mənim üçün çox önəmlidir. Bunu indi bir sonraki sualım olacaq. Ünsiyyətiniz var da Hüseyn Bala müəllimlə, düzdürmü? Gənc yazıçılar ki, tanıyıram, adlarını indi çəkməyəcəm. Onların arasında belə bir fikir var ki, hə, getdik, məsəl üçün də Kamal Abdullah həmin o adamdır ki, daim yazıçılar cibinə pul salır. Kimsə gəlir, problemi olur və yaxud da ki,
eləsi var ki, sadəcə o eş işrət üçün, içmək üçün alır. Yəni şairdir də, şair. Məsələn, mən budur. pul salır deməzdim. Ümumiyyətlə Kamal Abdulla həm ədəbi nöqteyi nəzərdən, həm iqtisadi nöqteyi nəzərdən yaşlılara çox böyük dəstək olur. Bu nəyə pisdir? Mən alqışlayıram. Heç vaxt mənə kömək eləməyib ha. Özüm də çox gözəl münasibətim var. Yəni heç kömək də istəməmişəm. Amma bunu deyək ki, başqalarına eləyirsə, bu nəyə pisdir ki? Və Hüseyn Bala da həmçinin. Nətər ola bilər? Kamal Abdulla yaxşılıq eləyəndə ədəbiyyat olur. Hüseyn Bala Mirəlləmov yaxşı eləyir, yaxşı edə ədəbiyyat olur. İstənilən halda həm o, həm bu eyni tərəziyə qoyuram da. Yəni Hüseyn Bala müəllimi buradan çıxartmıram da bu. Həm Hüseyn Bala müəllim, həm Kamal müəllim yazıçıların cibinə pul salırlar. Konkret olaraq bax belə pul salırlar. Mən görməmişəm, eşitməmişəm. Amma bilirəm ki, kömək eləyir. Hə, gedirlər, yazıçılar gedirlər yanına. Kamal müəllimi konkret bilirəm ki, problemi olan adam gedir Kamal müəllim. Cimrə Pulqanda oradaydı. Onu yox, Hüseyn Bala müəllimi siz dediniz ki, kömək eləyir ona görə. Yəni mən bilmirəm Hüseyn Bala müəllimi. Hə, pul yazdırır. Mən görmüşəm dəfələrlə. Kamal müəllimi bilirəm ki, problemi olan yəni bir müddətdə hamı gedir Kamal müəllimiyə. Eşitmişəm. Buna ümumiyyətlə necə münasibət bəsləyirsiniz ki, bir kişi başqa kişinin cibinə pul salır? O pul salan adamda adama dəymirəm. Yəni bu pulu götürən adam, problem var onda. Bilirəm, onun belə ifadə tərzi yoxdur, cibinə pul salır. Buna adın belə qoyaq da kömək. Bu Azərbaycan dili burada pozulur. Bu kömək sözün, dəstək sözü var da bunun. Pul salır sözü biraz vulqar səslənir. Qəşəng, biz rüşvəti də hörmət eləmişik ya. Amma bir şey deyim, deyək ki, Kamal müəllim kömək eləyib də bunun nəyi pisdir? Eləyib, sağ olsun. Təbii ki, bu yəni insanın yardım eləməyə normaldır, yaxşıdır. Bəli. Amma indi paralel gətirəcəm, sizin yəqin ki, xoşunuza gəlməyəcək. Mən də istəməzdim ki, bu paraleli gətirim. Görürəm ki, müğənnilər arasında, məsəl üçün, keçən cibinə pul salır, keçən cibinə pul salır və burada da yazıçı o deyil. Yazıçı da axı. Və anlada bilirəm. Bilirəm, başa düşürəm. İfadə edə bilirəm. Həyat çox çətindir. Demək, yazıçı və şairlərin ailələri var, ev var, eşik var, kirayə pulu var. Biz hər şeyi cəmiyyətdən kənarda çıxardıb təhlil eləməkdə. Biz bu cəmiyyətin içindəyik. Amma bir mən həmişə deyək ki, yesintik 4 alırdım, içirəm də. Bunu həmişə 1 manat almışam. Ödünüzə görə? Bəli. Bu tezində alanda 2 manat idi. Amma yaşlar bilində o büdcə 2 manata qədər qalmırdı. O saat böyle 1 manatda qalırdı. O maaşlar ayrılan pul 1 manatda qalır. Amma yesintik 4 2 manatdır. Bu 2 manatdırsa əgər bu, gör o birilər nə qədər. Ət 20 manatdır. Bu şair və Hüseyn Bala müəllim də, Kamal müəllim də sağ olsunlar ki, belə bir çətin məqamda qələm adamlarını qoruyurlar. Bunu mən şəxsən görəndə sevinirəm. Çünki o mənim çoxu evladlarım yaşındadır da. O adamlar əziyyət çəkən. Mən sevinirəm ki, onlar yaşayırlar. Onlar gedib onların evində qazanı qaynayacaq. Amma mən durum, burada bəy-bəy danışım ki, ay yox bu olmaz, bu olmaz. Niyə olmur? Bir adamın Zeynalabdin Tağıyevdən qalan ənənədir də. Həmişə kömək ediblər də. Zeynalabdin Tağıyev gəlib o içəri şəhərdən keçəndə görüb ki, şair və yazsa, deyib ki, Stalovan çarki bunlar yeyib içsin. Sonra 3 gündən sonra yadına düşür ki, onlara pulu vermək lazımdır. Gələndə deyir ki, o pulu verməmişəm. Deyir, hələ yeyib içirlər. Hələ qutarmayıblar. Bu nə? Bu bizim tarixən, ənənəmizdə, təfəkkürümüzdə, adətimizdə var. Həmişə Padişah həmişə ənam verib, pul verib. Nə olsun ki, Nizaminin o axçasını verməyib. Sultan Süleyman verməyib. Hələ də Füzuli onu istəyir. Ona görə belə şeylərə mən çox gözəl baxıram. Bir şeylər bizim özümüzdə də beləyik də. Mən şair və dostlarımın arasında. Məsələn, bilirsən ki, onun çay pulu yoxdur. Karamızda çay içdiyiniz yerdə. Və o birisi cəhd edir ki, qəşəng pulu yoxdur. O özü verir. Yaşıtları verir. Və yaxud mən istəyirəm ki, məndən bu gənc deyil, mən verirəm. Yəni, qoymuruq. Və yaxud birdən kəraməti tapırıq, kəramət verir. Kəramət artıq çayın pulunu verir. Hə, kəramət. Bir dəfə mənə dedi ki... Kəramət biznesmen olub da da. Eləməli də, hər cibində gərək. Bir dəfə dedi ki, ata bu dəfə çayın pulunu sən verəcəksən. Bir nə qədər sadə adamıq, çay pulu söhbət edir. Əslində çay pulu böyük mənalar da ifadə edir bu iqtisadiyyatdır.
Dedim qırmızı avtobusundan utan, hə. Bəs avtobus işlədirsən, qız ne deyirsən, hatta çayfılı sən. Bu zarafat, biz Kərabətdə çox böyük, qəşəng zarafatlarımız var, bir evdə yaşayırıq. Ondan mən ilham alıram, yəni onu çox istəyirəm. Bilirsiniz, nəyə görə o cibinə pul salmaq məsələsini deyirdim. Elə insanlar var ki, onlar ümumiyyətlə ədəbiyyatda olmamalıdır da. Qəşəm Nəcəfzadə də bunu bilir. Kamal Abdulla da bunu bilir. Kəramət də onu bilir. Hamı bu camiyyədə olan istedadlı insanlar bunu bilirlər. Amma bax bu cür o dövlət də artıq balıq yox, tilovu ver siyasətinə keçir də. Yəni tilovu vermək yox. Siz o insanlara balıq verirsiniz və onlar inanırlar ki, mən yazıçıyam, mən şairəm, mən belə hörmətli adamım, cibimə gələn gedən pul salır ki, mənə görə o hörmət deyil. Və onlar bu sahənin içində qalırlar. Qəşəməm, nəyi deyirəm? Bəlkə bu insan yaxşı çilingər ola bilər. Bəlkə bu insan yaxşı operator ola bilər. Bəlkə bu insan yaxşı zərgər ola bilər. Siz onu alladırsınız axı, bu yazıcı deyil. Günahkar kimdir? Sizsiz. Niyə? Onu elə dolandırmayın. Yox, Peşə tapsın özünü, onu dolandıran peşə tapsın. Madəm bu peşə onu dolandırmır, niyə qalır orada? İstedadsız adam Kamal Abdullahın həndəvərinə hərrənə bilməz. İstedadı gözündən tanıyan yeganə ədibdir Kamal Abdullah. O bütün istedadları tanıyır. İstedadsız adam onun həndəvərinə düşə bilməz. Onun deyək ki də, belə deyək də, rusca olsa da kuruğunda dayana bilməz. Və istedadsız adam gedib Kamal Abdullah'a müraciət edəməz. Eləyər yaxşı şair kimi yox, bir şəxs kimi, bir Azərbaycan vətəndaşı kimi nə qədər tələbələrə kömək edir. Bunu edə bilər. Onu deyirəm ki, bunun günahkarı, nə bilim, biri uğurluq eləmir ki, gedir kitab yazır da. Bir də Rəfşad Qoca... Bu kitab yazmaq onu dolandırmırsa, olar ki, başqa bir şey tapsın özünə. Pulu var, yaxşı. Sonra deyəcək ki, bu ölkədə şairlər, yazıçılar dolana bilmir də, qurban. Onlar özünə peşə tapasa, pul qazandıran peşə. İstedadın da yox. Deyək ki, mənim pulum var da, məsələn. Mən yaxşı istedadlı bir adamda deyiləm. Pulum var. Mən aparır kitab çap edirəm. Sizdən İraq. Hə. Aparır kitab çap elətdirirəm. Pulumu evdən çıxarıb aparıb verirəm. Həm mənim kitabım var, onun redaktoru pul alır. Orada kompüterdə işləyən qız pul alır. Orada fəhləsi pul alır. Çap eləyən pul alır. Qoy elə mənim istedadım yoxsa elə pulun belə şeylərə gitsin, onlar dolansın da. Heç o ədəbiyyatda da qalmayacaq. Qoy bunlar istedadsız olsa da imkanları var, çap elətdirirlər, elətdirsinlər. Onun kitabına kimlərsə dolar. Bir dəfə mərhum Allah rəhmət eləsin Fikət Qocaya sual verirlər ki, ay Fikət müəllim, bu yaş səbiriniz niyə çoxdur? Dedi, bala, türmədə də adam çoxdur. Partiyalarda nə qədər adam var? Türmələrdə nə qədər adam var? Yaşavıda da adam var. Yəni hər yerdə adam çoxdur. Doğrudan hər yerdə adam çoxdur. İndi o varlı imkanlı adamlar istedadsız olsa da onların pulunu bu cür nəşriyyatda işləyən o kasıb, küsub, o qadınlar, bəzisilərin ailəsi yoxdur, şəhid olub. Bu adamlar o qoy pullarını o kitaba xərcləsinlər, dolayısız yolla cibinə pul salmaqdansa, dolayısız yolla kitab adına bunu pul onlara çalsın da. İlmə bu nəyə ki? Qəşəm, mənim sizi sevirəm. Çox sağ olun. Elə qoymuş söz efirə də geçsin. Düz demədi. Siz hər vəclə ədəbiyyatdan danışmırsınız da. Yox. Ədəbiyyat yoxdur. Yox. Hamı dolansın. Yox, qoy ədəbiyyat olmasın. Yox, o cibə pulu qoymaq, elə bu yolla həll olur. Siz deyirsiniz ki, o adamın əlində pul var və o çap elətdirir də kitabı. Eləsi var ki, yoxudur. Adını yazıcı qoyub. Bütün günü cibə salınan pulla dolanır. Bütün günü danışır ki, bu ölkədə yazıçının qədri bilinmir, mən fəlsəfi kitablar, mən ağıllı insan, qədrim bilinmədi. Ay qurban, nə olar ki, çilingər ol da. Zəhmət olmasa, bəlkə əllərin qızıldır, zərgər ol. Niyə insanları incidirsən? Mənim şeir yazmağımı evimizdə heç vaxt heç kəs görməyib. Yəni, mən gedim evdə deyim ki, mən şairəm, mənə çay gətirin, mən fikirləşirəm, qapını içərdən bağlayım, qaşlarımı çatım. Heç kəramət də yolda deyirsən bu şeirləri avaq yazmısan, nətəri, dizimin üstə, orada, burada, düz iş stolum var. Nə bacılarım oxuyublar mənim şeirim, nə atam, anam, elə ki, atam, anam da heç məni deyir. Elə deyirlər ki, bala, şeir zadı yazma, bu şeir yazan adamın ürəyə xəstə olur. Bir də şeir yazan adamı gülləliyirlər. Anam həmişə müşfiqin şəkilini asmışdı, anam müşfiqi çox sevir.
İndi bu siz deyən kimi qaşların çatı, belə özün dahi kimi göstərən, bəlkə də o dünyada ən çox əzab çəkən onun həyat yoldaşıdır. Hə. Sən Yazıq o qadına. yaz mən ona görə mənim gəlir ki, Bəlkə də hiss eləyirik ki, istedad yoxdur. adam şair, mən həmişə dərs demişəm və indi də dərs deyirəm Teleradio Akademiyasında. Tələbələrimdə yaxşı bir fikir görəndə deyirəm ki, siz bunu necə tapdınız? Mən siz yaşda olanda mən bunu bilmirdim. Elə deyirdim ki, o fərəhlənsin. Onların yazılarına heyrətlənirəm. Heyrətlənirəm ki, o sevinsin, o qanatlansın. Və o günü dillə bağlı bir mövzu var idi. Ona görə də bax, mənim şeirlərimi gənc vaxtlarımda Bakıya gətirirdim. Və indi o adamları tanıyıram da, mənə o qədər redakt edirdilər ki, harada bir yaxşı bir söz var, üstündən xətt çəkirdilər. Bu Azərbaycan dilinin üstündən, dilin diriliyinin üstündən xətt çəkirdilər ki, qısırlaşdırırlar. Dil ölür. Dil ölür. Bu gün də bir televiziya kanallarının birində dillə bağlı mövzuya toxunduq. Mən dedim ki, bu deyir ki, Türk televiziyaları evlərimizə soxulur, cizgi filmləri, uşaqların dilinə sözlər gətirir. Deyirəm, təbii düzdür. Ancaq bunun qarşısını alıb, polis kimi əlinə dəyənək götürüb bunun qarşısında dayanmaq olmaz. Dilin polisi olmaq olmaz. Qəbul eləməlisən, gəlir, bu təbiidir. Dillər həmişə bir-birindən qidalanıb. Amma biz Azərbaycan dilinin enerjisini artırmalıyıq, immunitetini artırmalıyıq. Necə ki, koronada immuniteti artırırlar, koronanı məhv edirdi. O dilin enerjisi, immuniteti artanda həmişə o sözləri geri itələyəcək. Dilin də... Necə artıraq? Dilin də D2-si, D2 vitamini, immuniteti artıran D2 vitamini bədilikdir. Yazarlar. Təkcə yazar yox, adi bir insan var, görürsən, danışanda sözü bədii danışır. Türkiyə türkçəsi çox bədii və poetikdir. İndi orada mənə etiraz edirlər ki, ay qəşəng müəllim də hamı şiarçı və şair olmalı deyil axı. Deyirəm, yox, bizim indi bax, mətbu orqanlarımız var da, mediamız var. Bu dil o qədər Sovetdən qalma, daşdaşmış. Publisistikası o qədər belə daşdaşıb, içinin suyu çıxarılıb, gedir. Biz bunu biraz, nə olar, publisistikamızda bədii olsun, bunu biraz yuxarı qaldıraq, bugün Türkiyə danışıq dilinin səviyyəsinə qaldıraq, sonra da biraz özü aşağı yenəcək. Artıq publisistikanı o süründürməçilikdən, o bozluqdan, o yeknəsəklikdən qutaracaq həmin. Qəşəng müəllim, nəyə görə bu Türkiyə türkcəsinin, Azərbaycan türkcəsinə belə müdaxiləsindən çox ehtiyatlanırlar? Çünki bizim dilimizdə uje, dobro, bu sözlər ruscadan alınma deyil, parazit sözlər qalır, o heç kimi narahat eləmir. Amma deyək ki, türkçəsindən gələn və bizim mənimsədiyimiz sözlər dilçilərdə də qıcıq yaradır. Niyə? Bir şey deyim. Türkiyə böyükdür də. Mən xarici ölkələrdə çox olmuşam. Həmişə Orta Asiyadan oraya gələn insanların hamısı rus dilində danışır. Amma indi türkçə danışırlar. Gör, Türkiyə türkçəsi Orta Asiya, türk dilli dövlətlərə nə təsir edibsə, hamı türkçə öyrənir. O cümlədən də bizə də. Amma bizim içimizdə bir əndişə də var ki, bizim dilimizdə məsələn uşaqlar deyir ki, toxunma deyir, yapma. Məsələn, bu cizgi filmlərdə gəlir də. Amma bizdə bir şey deyim. Ondan niyə narahatıq? Narahat olanlar var idi, həm verilişdə. Bu saat narahat olanlar var ki. Əslində narahat olmamalıyıq. Olmamalıyıq. Öz dilimizdə o qədər... Öz dilimizdir həm də o. Məsələn, mən orada bir şey dedim ki, dili dilçilərdən qorumaq lazımdır. Bir misal da gətirdim. Pushkinin bir sözü var ki, qrammatik səhvi olmayan rus dili mənə əziyyət verir. Pushkin qrammatik səhv deyəndə nəyi nəzərdə tuturdu? Bir poetik fikir, bir bədii fikir, bir yenilik gələndə o dilin ki, parametrləri yoxdur, parçalayır, hamısını dil götürür. Ondan sonra o parçalanan və yeni yaranan o doğuluş ki var ha. O doğuluş haqqında dilçiliyi təzədən yaz. Bunlar elə sıxıb saxlayıblar 30-cu illərdə belə 30-cu illərdə türkün də böyük təsiri var idi Türkiyə türkçəsinin. Sonrakı o 60-70-ci illərdəki o publisistikanı saxlayırlar ki, bura ayrı bədii söz girməsin. Mən də deyirəm ki, bu çərçivələri yenilik sındırır, dağıdır, ondan sonra dilçilik yaradır. Dilçilik bir məngənə kimi sıxır dili öldürür və özü də Allah Taala dili dilçilərin ümidinə qoymasın. Çünki ümidinə qoymasın, bəzi dilçilərdən gedir söhbət. Çünki dil dilçilərdən ağıllıdır.
Dil yazıçılardan ağıllıdır. Dil özünü təmizləyir. Dil özünü xilas edir. Bizdən asılı olmayaraq. Canlı orqanizmdir ya. Dil, bəli, dil doğur, törüyür, balalayır, artır. Biz o artımın qarşısını qoyuruq, dili qısır vəziyyətdə qoyuruq. Dilin də artımı təfəkkür məsələsidir. Bədii sözdür. Qoy bədii olsun. Qoy publisistikamız da biraz bədiliyə qalxacaq. O bədiliyə öyrəşəcəyik. Məsələn, var rəsmi üslub, var bədii publistik üslub, belə publistik üslub. Ondan sonra biz ona öyrəşəcəyik. Bax, Türkiyə baxırıq da. Bir şey deyim. Şaban filmində var da, filmin sözü. Deyir, bizim Şaban, yaman Şaban. Yerə baxan, ürək yaxan. Dilin özü nə qədər poetikdir. Qəşəngdir. Və yaxud Qurtlar Vadisində gəlib başqa bir adam, gəlib çayxananı dağıdır. Gəlir, Polad Ələmdar gəlir, soruşur ki, bu çayxananı kim dağıtdı? Deyir, görmədim ki, gəldi boran, getdi tufan. Əladır ki. Görsə, dil gözəldir. İndi biz belə deyirik. Elə oturmuşduq, çay içirdik. Birdən səs gəldi. Çölə çıxdıq, gördük ki, gəldilər avtomatla. Bu mənasız bir şey. Bu frazeoloji birləşmələrdir də. Onlar gözəllik qatır, düzdürmü dilə? Dilin gözəlliyi frazeoloji birləşmələrdir. Yenə də sabit söz birləşmələridir, ismi birləşmələridir. Vasitəsi bu dilin bütün gözəlliklərini işlətmək lazımdır. Bayaq siz dediniz yapma sözünü. Mənim yadıma düşdü ki, mənim nənəm, ümumiyyətlə bütün Naxçıvan çörəyə bişirmək demirdi heç vaxt. Təndirdə yapırdı. Elə bizim sözdə çörək yapmaq, hə. Yapmaq bizim sözdə. Niyə bu yapmaq sözü eləməkdir də, çörək eləməkdir, yəni. Niyə bu yapmaq sözü bu qədər qıcıqlandırır indi? Dilçiləri qıcıqlandırır. Türkiyədən götürməmişik. Sadəcə olaraq siz dilçilər bu dilə ütülüyə əsas sözləri yandırmısınız, saxlamısınız. Nəsə belə quru ifadələri və onun da içində biz çabalayırıq, sözümüzü, fikrimizi normal ifadə eləyə bilmirik. Nəyə gətirirəm? Məni yox, nə qədər gənc nəslin şeirlərini, heykəllərini redakt elədilər, üstünə xətt çəkdilər. Bəlkə də mənim o üstündən xətt çəkilən şeirlər, fikirlər, diyorlar Azərbaycan dilinin doğuluşu idi, balalanmağı idi, inkişafı idi. Onun üstündən xətt çəkirlər, gətirirlər, publistik bir dənə üslub qoyurlar, belə olmalı. Belə olmaz. Bu olmaz, məngənə olmalıdır. Ona görə də Puşkin də onu deyirdi. Və İlvira xanım, dilin inkişafı üçün təfəkkür olmalıdır. Məsələn, Sərdar Əsəd, bizim mərhum şairimiz, Şəlaliyə baxıb şeir yazmış. O dövrdə çox dəb idi. Özünü dağlardan atdı şəlalə. Görsən, dildir. Xuramana gətirir, hə? Hə, dildir. Özünü qayadan atdı Xuraman. Atdı Xuraman. Bizim eşqimizi məhv etdi zaman. Və yaxud Səmətullah deyir ki, şair, nə tez qocaldın sən. O şair sözünün intonasiyası da dildir. Və yaxud eyni zamanda Adil Babayeva Səmətullah deyirdi, Etibar Babayevin atasına. Şair, nə incədir rübabın sənin? Bax, həmin o şair. Nə incədir? Rübabın sənin. Səmətullah. Rübab nədir? Rübab, yəni könül. Rübab əslində musiqi alətidir. Rübayi, rübab. Nə incədir rübabın sənin? Sənin lirikan nə incədir? O Səmətullah ona deyir. Və yaxud, gətirib Səmətullahın bir dənə şeiri var. Onu gətirib səhv çap edirlər və hamı da səhv edir. Deyir ki, göylərə bat çəkir göyəzanda, axşam açıq olur ayın qabağı. Bizim gəlinlərin bayram qabağı, fəsəli yaymağa yadıma düşdü. İndi o qabağı sözü təkrar gəlir. Mən bilirəm ki, Səmətullah elə işlətməzdi bunu. Axşam açıq olur ayın qabağı, bizim gəlinlərin bayram qabağı. Bu, Səmətullahda duvaq sözü var. İşlədib də. Ayın duvağı. Hə, ay qızım, üzündən götür duvağı. Bu, burada da axşam açıq olur, ayın duvağı. Səmətullah deyir, indi mən ədəbiyyat müəllimlərə inandıra bilmirəm ki, bu duvaqdır. Deyirəm, Səmətullah çox bilirsən. Bunlar da kimdənsə iki almış şagirdlərdir də. Bunlar da kimdənsə iki almış şagirdlərdir. Bilsənmi, adam fikirləşməlidir ki, qardaş, bu dilin istiqaməti bu tərəfə gedir. Dil bağlıdır iqtisadiyyata. Mən Hollandiyada çox olmuşam. Məsələn, Hollanda... Hətta kitabınız orada çap olunub deyəsən. Hollandiya... Həmin o qanarlarla da deyirsiniz ki, maşını almışsınız. Hollandiyada kim xaricdən gəldir, onlar Holland dilindən imtahan verirlər. 5 almasalar vətəndaşlığa götürmürlər. Bu, Azərbaycana da gələnləri belə imtahan verməlidir, dil inkişaf eləməlidir. Məncə özümüz imtahan eləməliyik birinci. Bəli. Məlikə xanım Abbaszadə elə deyirdi, şar və yaşar. Yadına salarıq indi birdən. İmtahan eləmək lazımdır. Bütün Azərbaycan vətəndaşlarının imtahandan keçirək. Və indi nə deyirəm? İndi
iqtisadiyyat inkişaf eləməlidir ki, Azərbaycanda. Kəşflər, iqtisadiyyat, iqtisadi forum o qədər inkişaf eləməlidir ki, onun üstündə də dil inkişaf edir. Onlar kitablar, normal kitablar yazaq. Çünki yazıcı dilin keşikçisidir. Əlində nizə, qalxan dayanıb dili qoruyur. Və eyni zamanda nizəni, qalxanı yerə qoyandan sonra gedir o dili becərir. Əkir, suluyur, sevir, gözəl şeylər deyir o dilə. Dil böyür, Nizə ilə qalxanı ilə həmişəlik yerə qoyaq. Qorumaq lazımdır axı dilində. Qorumaq onun immunitetini artır. Yazmaq lazımdır. Əgər gözəl yazmaq lazımdır bu dildə. Kripdən qorumaq ehtimalı varsa, immunitet lazımdır ki, o ən gözəl yolu odur. Dilin yenə də deyirəm, qorunmaq enerjisi, immuniteti bədiliyi ilə qoruna bilər. Anar müəllimin siz əsərində Rəsulzanın Anara məktubu var. Məktubu belə yazır. Ani bala, Anara ani deyir. Ani bala, bu məktubu alan günü ha. Gedərsən Fidangilə. Fidanı götürüb gedərsən Tərişgilə. Orada mənim bir şəklim var, aviya poçtu ilə göndərərsən mənə. Anar yazırdı, gözəl dildir də. Çox gözəldir. Ha sözü, biz olsaq belə yazardıq. Yadından çıxmasın. Ha sözü böyük bir tapşırıqdır. Biz deyərik, yadından çıxmasın, birdən yadından çıxar. Həm də bu bacını götürüb hal olursan, onu da bir bacın gilə gedirsən, hal olursan, sonra da gedirsən, orada məktubunu götürür. Bir dənə cümləlik məktubda nə qədər həqiqətlər ifadə edib. Azərbaycan dili budur. Biz nə yazırıq? Əziz və hörmətli bacım, mən bu məktubu yazana kimi sağ və salamat varam, sizin də sağ və salamat olmağınızı... Əskəridən gələn məktublar axşam. Qəşəm, mən bayaq bir mövzumuz yarımçıq qaldı. Buyurun. Uşaq ədəbiyyatına dair. Uşaqlarımız indi nə oxuyur, necə böyüyür, hansı ədəbiyyatın üzərində? Bu 0-6 yaş arası deyirəm. Uşaq ədəbiyyatını varmı? Və uşaqlarımıza nəyə oxuturaq? Yaxşı ədəbiyyat var, yaxşı şeirlər var, ancaq azdır. Çünki uşaq ədəbiyyatı üçün ən birinci uşağın özü olmalıdır. Bu da həmin o şey. Qardaşım, mənim uşaq var, ədəbiyyat yoxdur. Uşaq. Sizə qurban, yox, nəyə? Uşaq nətər var? Hansı uşaqdır? Mən bir qonşum var idi mənim. Bunun balaca bir uşaq var idi, 6 yaşında. Bu gəlirdi, söhbət edən qadınların yanına, deyirdi ki, Allah Taala sizə yaman gün göstərməz. O uşaqdır. O nənənin yanında böyüyür. O uşaqdır, uşaq deyil. Bu mənada deyirəm, uşaq olmalı. Ya ədəbiyyatı olmalıdır da. İndi qulaq, bu uşaq... O nənənin öyrətdiyi də Allah Taala sizə yaman gün göstərməz. Bizim şair və yazıçılarımızın əksəriyyətinin yazdığı o 6 yaşında uşağı 70 yaşında göstərdiyimiz kimidir. Ay yaşa, qəşəm müəllim. Və mən nə deyirəm? Nətər deyirəm? Mən də deyirəm ki, ay qəşəm müəllim, bu uşaqlara ədəbiyyat vermək lazımdır da. Bilirəm də. İndi bizim ədəbiyyatımızın çoxunda uşaqları bu cür böyüdürlər. Uşağın ayağı da ilişə bilər, kid ala bilər, qorxa da bilər, yalan da danışa bilər. Uşağa böyük şair və yazıçılarımız öz dillərini pərçim eləyirlər 6 yaşında uşağın dilinə ki, belə danış. Qəşəm müəllim, siz niyə mənə şikayət edirsiniz? Mən efirə cəmaata şikayət edirəm. Mən sizə şikayət eləməliyəm. Mən də cəmaata deyirəm. Uşaq ədəbiyyatı şöbəsinin müdürüsünüz. Amma yaxşı şeirlərimiz var, yaxşı şairlərimiz var, çox gənclər də var, ədəbiyyata gəlirlər. Bax, bütün dükanlar, mağazalar, kitab mağazaları əlbəəl uşaq ədəbiyyatı axtarırlar. Çünki gedir Rusun Maşa Medvedinə baxır, nə bilim axı, nəyini oxuyur, Rusun mədəniyyətinə gedir, pərçim olur. Uşaq vaxtından beyni Rus ədəbiyyatı ilə dolur, Rus sözü ilə dolur, Rus musiqisi ilə dolur, Rus dilinin musiqisi ilə dolur. Azərbaycanca sonra danışanda Rusca melodiya ilə danışır. Və mağazalar deyirlər ki, gəlirlər Azərbaycan ədəbiyyatı istəyirlər, biz tapa bilmirik onlara bir şey verməyə. Mağazalar niyə edirlər? Azərbaycanlı Yazıçılar Birliyinin eləyəcəyi işi dükanlar eləyirlər bunu. Niyə edirlər? Deyirlər ki, qardaş, bax gəl, sən yaza bilərsən. Uşaqlarımız üçün nəsə yaza bilərsən. O da deyir ki, yaza bilər. Deyir, gəl, bax, bu sənin pulun, otur yaz, mən satıram, sənə də qonorarımı verirəm. Elə bir yer varsa yönəldin də mənə. Bir də xatırladıram ki, siz Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdürüsünüz. Bilirsiniz, mən niyə uşaq şeir yazdım? Mən əslində indi bəzi adamlar mənim 50 kitabımdır. Onun 5-i uşaq şeir kitabıdır. Bir yerə gedəndə güya məndən belə
mən əslində fəxr edirəm, amma o özü bilmir də. Şah şairimiz Qəşəm Nəzər Sadə məni biraz balacalaşdırır. Əksinə böyüdür məncə. Amma mən ona fəxr edirəm də. Çox böyüklər üçün Şah yazıçısı olma necə böyük bir işdir. Əzizə Əhmədova, var Allah rəhmət eləsin, o Gənclik Nəşriyyatının direktoru idi. Gənclik Nəşriyyatının direktoru idi. Ələviyyə Babayeva da baş redaktorun müavini idi. Mən bunlara böyüklər üçün kitabımı apardım. İkisi də təsvir elədi ki, özü 81-ci illər. Təsəvvür, özümdə subay. Belə böyüklər üçün şey eləmə. Dedi ki, çox təəssüflər olsun ki, biz uşaqlar üçün çap edirik. Getdim, tərəkəmədə belə bir şey var da, biz getdim, dizimi atdım yerə. Getdim, 500 uşaq şeiri yazdım bir aya. 3 obraz götürdüm, Kəramət, Tural, Sevinç. Onların başına gələn hadisələri yazdım. Gətirdim, verdim, yenə dedilər, böyüklər üçün eləmirik. Dedim, yox, uşaqlar üçündür. O kitab çap olundu. Sonra ailə qurdum. Oradakı adları götürüb qoydum evlatlarıma. 2 oğlum oldu, bir qızım, adları qoydum. O şeirdə uşaqlara hansı xüsusiyyətləri demişdimsə, o uşaqlar o xüsusiyyətdə böyüdülər. Məsələn, bir Sevinci qızım qoyurdu xalçanın üstə, xalçanın çiçəyini qopardırdı, iməkləyirdi onda. Deyə yazmışam ki, xalça çiçəkdir, hər ilməsi göyçəkdir. Sevinç bir çiçəyindən tutdu çəkdi, ha çəkdi. Nə çiçək qopdu yerdən, nə də sevinç əl çəkdi. Sonra sevinç böyüdü, ailə qurdu, Sevincin bir qızı oldu, onun da adını Aysu qoydu. Aysu da məktəbə getdi və şeir də dərsliyə salınıb. İndi Aysu şeiri deyir, müəllimdə xəbər yoxdur axı şeir kimində, belə bilmir ki, belədir. Deyir ki, xalça çiçəkdir, hər ilməsi göyçəkdir. Mamam bir çiçəyindən tutdu çəkdi, ha çəkdi. Nə çiçək qopdu yerdən, nə də mamam əl çəkdi. O da deyir ki, ay qızım. Orada sevincdir. Sevinç də mənim anamdır, bunda mənim babam gəlir. Bax, bu mənada deyirəm ki, bax, Kəramət deyirdi, ata mənə türmə dəftəri al. Riyaziyyat dəftərinə türmə deyirdi. Bu uşaqdır. Kəramət deyirdi ki, ata, hində bir yumurta var, ikisi də yanında var. Yəni, bir yumurta faldır. 2 yumurtanı götürmək olar. Və yaxud deyir ki, ata, insanlar qocalanda qızıl dişləri çıxır. Onda qızıl diş düzəltdirirlər. Deyirdi, soyuq ayağımı dişləyir. Üşüməyə dişləmək deyirdi. Uşaq qədər bədii düşünən olmuyor. Axırda biz uşaq deyirik, onu eləmə, bunu elə, onu eləmə, oraya getmə. Axırda uşaq özün bizdən gizlədir, özün tərbiyəli kimi göstərir. Sonra bizim himayəmizdən çıxandan sonra gedib hadisə törədir. Və biz görürük ki, uşağımızı tanımamışıq. Birinci növbədə o uşağı tanımaq lazımdır. Elə oldu Kəramət. Tanıyanda da. Kəramətə mən bütün azadlığı vermişəm. İndi. İndi də elə o vaxt. Həm uşaqlarım azad böyük. Belə çıxmasın, belə mənasız çıxır. Heç birinə tərbiyə verməmişəm. Bu tərbiyə bir kilo qartofdur, 3 kilo ətdir, aparıb çəkən verib. İnsan kimi yaşamaq lazımdır. Uşağı öz başına burax. Öz başına sözü bir sənin. İndi pis məna verir bu. Seçim verdi, hə? Öz başına, yəni öz fikri ilə hərəkət eləsin. Bu son vaxtlar deyir, sən nə öz başına adamsan. Əslində öz başına yaxşı sözdür. Öz başına burax, o özün tapacaq. Suyu tökürsən, gedir çuxurun tapır. Amma mən ona təsir eləsəm, onu kənara yönəlsəm, alınmayacaq. Sən o, Kəramətə kim dedi ki, sumkana get, çantana kitab yığ, get sat. Özü tapacaq, qoruyacaq. Bayaq həmin o məktubdan danışdım. Kəramətə yazdığınız məktub, şair Kəramətə məktubum. Bax, o məktubdan. Orada siz şeir yazırsınız və Kəramət imkan vermir. Barmaqların arasından yazırsınız, imkan vermirsiniz, aparırsınız, otağın başına qoyursunuz, gərsiniz ki, misranı yazana qədər iməkləyə gəlin. Bir dəfə, 2 dəfə siz ananın güllü şalı ilə ayağını bağlayırsınız şifanyerə və orada artıq qalır. Və sonradan elə yerə gətirdiniz, çıxartdınız ki, onu. Sonradan Kəramət özü yaylığı gətirirdi ki, ayağımı bağlayın. Mənim ayağımı bağlayın. Çünki onu atı eləyirdi. İndi Kəramət həmin o yaylığı gətirib mənim ayağımı bağlayın, Kəramətə dönüb. Yox. Yox? Yox. Kəramət çox fərqli bir hər şeyi sındır. Mən açıq edeyim desin. Mən amma özü-özünü bağlaya bilib artıq. Əsərlərini oxuyuram. Yox, mənim ayağımı bağlayın. Kəramətə bağlamaq sözü yoxdur. Bağlamaq sözü yox, ancaq açmaq. Yol açmaq, fikir açmaq, elə şeylər, məsələn, onun əsərlərini hamısını oxumuşam mən.
Yoldaşım tam oxuya bilməyib, deyir ki, mən anamı çox sevirəm. Hələ indiyənə qədər heç bir əsərimi oxumayıb. Amma nə yazdığımı bilir. Stasiyam. Bir dəfə də yazmışdı ki, anam deyir ki, yəni biz dava eləyəndə evdə olma. Çünki biz nə olur, dava eləyəndə yəni evdə indi nə söz söhbət olur da. Nə olur deyir, evdə söz söhbət olan kimi yazırsan deyib bütün Azərbaycan bilir. Ailənin immuniteti davadır. Ailənin immuniteti mübahisədir, diskussiyadır. Biz dəfələrlə davalar eləmişik. Və bir də uşaqları da, Kəramət də yazmış, uşaqları da böldük. Nə qədər elədik, Kəraməti bölə bilmədik. Kimlə düşsün? Kəramət axırda yazmış ki, mənə bölə bilmədiklərinə görə ayrılmadılar. Niyə məhz Kəraməti bölənmədiniz? Kəramət bilsən, o birilər başqa cürdür. Kəramət bilsən, çox ağıllıdır. Əslində Kəramət bir dəfə də deyir, bir dəfə də dedim, ay Kəramət, bilsən, sənin uğursuzluğunun səbəbi nədir? Dedim, sənin yalanın çatmır. Dedi ki, ata nətərə? Dedim, bir evə gələndə yoldaşına deyirəm ki, mən bugün sənin üçün çox darıxmışam. Həmin o sözü Kəramət mənə müsahibəsində dedi. Dedi, münasibətlərin yalanı çatmır. Demək, sizin sözünüzü o öz adına yazıb, müəllif hüquqlarını da qoruyub. Qidalanırıq da bir-birimizdə. Və sonra bizim öyle bir daba düşdü ki, yoldaşım dedi ki, elə sən yəqin ki, elə hamısını mənə yalanla deyirmişsin. Bilsəm, Sivənin də, şairin də fantaziyası olmalıdır. Biz elə bilirik ki, Elvira xanım, divarın o yüzü işıqdır. Biz elə bilirik ki, bu qadın mənimlədir, amma başqa bir qadın daha yaxşıdır və ya başqa bir kişi daha yaxşıdır. Əslində sən öz fantaziyalarını tapdığın adamın üzərində qursan, bu daha gözəldir. Çünki qadınlar gözəldir. Mən bunu həmişə dəyərləndirmişəm, gözəl qadınları. Amma onları gözəl göstərən bəlkə də kişinin özüdür, qadının xəbəri yoxdur. Əslində bir gözəl qadın başqa bir kişinin yanında çox dəyərsizdir. Mənim bir şeirim var idi. Hər alçaq, ən gözəl qadını seçdiyi kişidən tanı. Hər alçaq kişidə bir gözəl qadın ölür. Və tanımağın, dəyər verməyin özü həmin qadının səviyyəsidir. Bir xanım var, deyir ki, mənim ağ atlı oğlanım gəlmədi, gözlədim gəlmədi, bir yaşı da keçir, bir 60 ağı. Deyirəm ki, valla, sənin atlı oğlanın gəlib, sən demirsən ki, sən o deyilsin. Bəlkə də rəhmətə gedib. Gəlib, sən o deyilsin. Çünki sənin fantaziyan olmayıb ki, onu rəngləyəsən, gözəlləşdirəsən, onda müəyyən cizgilər tapasan. Həyat nədir? Həyat cizgilərdən ibarətdir. Əgər bir kişi bir qadında və əksinə cizgi tapa bilmirsə, o yaradıcı insan deyil. Sevgi yaradıcı olmalıdır. Sevgi də doğur, törüyür. Və bugün bizim bəlli sözündə yəqin olmuşsan, Kəramət yazdığı ki, atam bir dəfə televizorda deyib ki, mənim bəlli yaşım var. Mamam da bunu səhv başa düşüb, deyib ki, yəqin 50 yaşım deyir. Deyir, atam gəldi, anlaşdı ki, valla mən 50 deməmişəm, deyir, pırradım dala qabağa, baxdım ki, kişi bəlli deyib. Ondan sonra mamam kəsdi səsini. Bilsən, biz indi bəlli yaşımız var da ikimizdə. Biz indi qaydırıq gəncliyimizə. O 18 yaşında deyirəm ki, mən səni görəndə sənin əynində yaşıl don var idi. Yadınızdadır. Yadınızdadır. Deyir ki, necə yadında saxlamısan? Söhbət edir yerdə. Doğruda sən o yadında saxlamısan onu deyənə qədər, deyirəm mən. Deyirəm, o mənim əm almışdı. Deyirəm ki, sənin ayağında bu ayaqqabı var idi. O söhbət hələ indi düşür. Neçə ildir bunu danışmırsınız siz? İndi adam yorulanda ora qayıdır, oradan enerji götürüb gəlir də. Deyirəm ki, bax, saçlarını da kəstirmişdin, saçları da kare idi. Sən məni görəndə, bilirdim onu istəyirəm. Görəndə tez qaçdın, mən də maşını arxaya verirdim, güzgüdən gördüm. Sən qaçanda sənin saçların belə atılıb düşə-düşə nar ağaclarının arxasında gizləndi. Sən onu güzgüdə gördün, deyirəm, hə. Deyirəm ki, sən mən necə gördün? İndi deyirəm ki, bu da mənim haqqımda bir xoş sözdür. Deyir, sənin ayaqqabın tip palçıq idi. Saçların da deyir, kəpəyə tökülmüşdü çiyinlərinə. Ay Allah, deyirəm, bu kişi niyə belədir, bu oğlan niyə belədir? İstədim gedəm, o kəpəyi təmizləyəm. Deyirəm, gəliyim də. Ay, görün deyib, biz özümüzdən nə nağırlar uydururuq. Bax, bu əgər çatmışsa bugün yaşlaşan... İstiliyi diri saxlamaq üçün də odur. Yanğı atırsınız da içinə. Əgər biz bunu bugün xatırlamasaq, həyat çox pis görkər.
Biz gedirik o gəncliyimiz illərinə 3-4 dəfə vurulmuşam yoldaşıma. Onda vurulmuşam, arada bir vurulmuşam, sonra vurulmuşam. Kəraməti qucağına alanda, layla çalanda vurulmuşam və bu gün də evdə Kəramətin köynəklərini geyəndə vururam. Kişi köynəkləri qadına çox gözəl yaraşır. Və Artıq sizin köynəyiniz yox, Kəramətin köynəyini geyir. köynəyin geyir və də bir də Kəramət evdə olmayanda girib onun yerində yatır. O dərəcədə dəhşət istəyir. Biz Kəramətlə mübahisə eləyəndə heyranlıqla qulaq asır. Mən ona fikir verirəm, onu izləyirəm. Gəl Kəramətə baxır, gəl mənə baxır, gəl Kəramətə baxır, gəl mənə. Kəramət mənə qalib gələndə sevinir. Bax, görürəm. Siz də sevinirsiniz? Mən də sevinirəm. Məğlub oluram. Böyle Kəramət özü də yazmışdım bir dəfə. Atam mənlə güləşirdi balaca vaxt. Atam yıxılırdı. Çalırlar ki, qəşəm atasını yıxdı da, belə sevindirirdi mən. Bu gün Kəramət oğlu ilə, mən Kəramətlə güləşirdim. Yenə yıxılırdım, Kəramət sevirdi. Yəni Kəramət oğluyla, Barışla güləşir, Barış yıxır. Bunu düşünmüş şəkildə eləmir, bu cizgidir, davam edir. Və Kəramət yazmışdı ki, atam, mən yıxılan yerlərin hamısından atam özü yıxıldı. Mənə heç yıxılmağa yer qoymadı. Bu mənada, bax, ailə də, həyat da, evlad da bütün bu elementlərindən davam edir. Əgər mən, balaca oğlum gəlirsə bizə, o ayrı yaşayır. Kəramət onunla görüşmüşsə, Kəramət çağırıb danlayıram, gərək sən onunla görüşüydün, əhval tutuydun. Siz qardaşsınız, siz bacını çox istəyin, yanınızı çox istəyin. Qəşəm müəllim, Kəramət nə vaxt döndü? Nə vaxt düzəlməyə başladı? Kəramət çox içirdi, onu belə müalicə olundu və özündə iradə tadı. Nə vaxt beyin olaraq çöndü? O müalicə falan olar bilirik ki, o kömək eləməyə bilər, o boş şey ola bilər. Nə vaxt özü qərar verdi? Çünki bilirəm ki, nə içir bu dəqiqə, nə siqaret çəkir, ikisini də atıb. Yəni 8 ay olub deyəsən siqareti atmağını, indi 9 olar yəqin ki. Nə vaxt, onu nə çevirdi? Siz onunla yaxın dostsuz və onun nəfəsi nə ilə gedir, gəlir onu bilirsiniz. Nə baş verdi və yaxud da ki, hansı düşüncəyə gəldi? O dönməyin nədən şeyləri? Bir dəfə deyim, Kəramət, sənə bir söz deyəcəm, əsəbləşmə. Deyir, həyata. Yəni, sən söz deyəndə mən əsəbləşmişəm ki, deyirəm, hə. O qədər peşman oldu ki, həyata, nə danışsan, deyir. Doğruda mən sənə əsəbləşmişəm. O söz ona təsir elədi. Biz az maaşa qani olan adamlar. İnsanlar nə vaxt bədbəxt olur, qani olmurlar. Elə bilirlər, yenə deyirəm, daha yaxşısı var, daha yaxşıdır. Belə olmalı deyildi. Belə olmalı deyildi. Bu mənada... Baxın, siz deyirdiniz ki, dostları yığışır ətrafına və ona yanlış yola çəkirlər də. Biz çox elə dostlar görmüşük. Yaxşı ki, Kəramət elə lap yanlış yollara getməyib də, yəni qayıda bilib. Mən nəyi bilmək istəyirəm də, bir insanın dönməyi üçün nə lazımdır? Siz də danlayırdınız, siz də üstünə gedirdiniz, cəmiyyət də danlayırdı. Onun paylaşımlarının altında nələr yazılırdı? Ana çox peşmanıdır. Bilirəm. Ailədə problemlər var idi, indi bilirik də. Nə baş verdi? Nə olmalıdır insanda ki, yəni bu qədər Kəramət çöyür olub. Mənim sözüm... Kəramət heç kimin olmadığı kimi dəyişdi, yaxşılığa doğru. Mənim sözüm, oğlu Barışın böyüməyi, Barış da onu dəyişdirdi. Barış dedi ki, ata, sənin maviyerinə şükür. Barış əksin deyirdi də. Sən, Barışın da fantaziyası vardı. Yalandan gəlin mənə deyir ki, baba, mən gələndə it çıxdı qavamıza, uşaqların hamısı qaçdı. Bir də efirdə deyirəm. Psixolog da oturub, qaçdı. Mən qaldım, qəhrəman. Mən qaldım, mən itin qulağından tutdum, ağzına vurdum, yıxdım yerə, baxdım belə falan. İt də qaçdı. Deyirəm, mən də dedim, Barış, sağ ol, sağ ol. Psixolog mənə deyir ki, bak, uşağa yalançılığı öyrədirsən. Deyirəm, haqlısan. Amma əvvəl-axır o fantaziyasını həyata keçirəcək. Gərək qəlbində yaradasan ki, istər ailədə, qadın haqqında, ya kişi haqqında da belə ya belə. O fantaziyanı yaradasan ki, o əvvəlcə xəyalında yarana, sonra onu həyata keçirəcək. Yəni Barış... Əvvəl-axır dedim, o iti boğacaq. Keramet Barış üçün nümunə olmağa çalışır indi. Ha. Yaxşı ata olmağa çalışır. Ha. Nəvə ilk sevgi kimidir. İlk sevgi. Ha. Nəvə dəhşətdir. Nəvə dəhşətdir. Nəvələrin bizə gələndə bizim öyündə bütün strukturları dəyişirlər.
Onu sürüyüb ora qoyurlar, bunu sürüyüb bura qoyurlar, dağıdırlar. Biz də sevinirik. Və sonra yoldaşımla ikimiz qaldırıq da bir evdən. Kəramət gec gəlir. Nəvələrimizdən danışırıq. Onlar necə doğuldular, onların sözlərini əzbərləyir. Mən Kəramət üçün balaca vaxtı bir dəftər tutmuşdum. Məndə qəribə bir xasiyyət var. Mən də Kəramət deyirdim. Sözlərini yazırdı sonra, ilk sözlərini. Hə, bu suya düvə deyirdi, düvə. Ayaqqabıya aycı deyirdi, avtobusa qoz deyirdi. Hərəsinə bir dəftər tutmuşdum. Hansı peyvəndlər vurulub, hansının bədənləri götürdü, götürmədi, hansı xəsi götürdü. Eyni zamanda nəvələrimə də tutmuşum. Mən Kəramət balaca idi. Mən Günəşliyə gəldim sana istirahət eləməyə. Kəramətin bir dənə corabını götürdüm, qoydum içimə. O da 6 aylıq idi. Hər gün o coraba baxırdım. Hətta onu tez-tez görüm deyim, pulumu corabın içinə qoydum. Bu kim üçünsə primitiv görünə bilər. Sonra mən gördüm ki, Kəramət Barışın corabını cibinə qoyur. Belə Kəramət Barışın corabını öz cibinə qoyur. İnanırsan ki, bu elə bir nəsillərlə davam edir də bu. Belə beyinlə gedir. Çünki biz çox hissli duyğulu adamlar. Çox hisslərimiz, duyğularımız çox belə daha sinir var idi, sinirlərin içindən keçir. Ona görə də bax o evladlarıma, nəvələrimə necə münasibət bəsləyirəmsə, həyata da elə münasibət bəsləyirəm.